TV izləyiciləri. Təcili xəbər diqqətinizə mən Rəşanə Quliyeva çatdıracağam. Xəbər verdiyimiz kimi, Pakistan Hindistanın 6 qırıcı təyyarəsini və 25 PUA-sını məhv edib. Hazırda aldığımız məlumata əsasən Hindistan Pakistan 31 mülki şəxsini həlak edib. Buna Pakistanın cavabı ağır olacaq. Çünki Türkiyə ilə müttəfiqdir. Türkiyənin bu müharibəyə qoşulma ehtimalı çox böyükdür. Bu isə böyük faciələrə səbəb ola bilər. Bəlkə də bu 3-cü Dünya müharibəsinin başlanması deməkdir. Onu da qeyd edək ki, Pakistan Hindistanın S-400-ünü sıradan çıxarıb. Regionda hərbi balans dəyişə bilər. Pakistan-Hindistan müharibəsi ilə bağlı yeni məlumat. Hindistanın Pəncab ştatında yerləşən Amdapur bölgəsindəki S-400 hava hücumundan müdafiə sistemi sıradan çıxarılıb. Məlumata görə, bu strateji əhəmiyyətli obyektin sıradan çıxarılması regionda hərbi balansı dəyişə bilər. Hadisə ilə bağlı Hindistan tərəfindən heç bir rəsmi açıqlama qeyd olunmayıb. Əziz Zəngəzur TV izləyiciləri, ən vacib xəbərləri diqqətinizə çatdırdıq. Gələn görüşlərə dək sağ olun.